Kaş imkan olardı, əlbəttə mümkünsüz bir şeydir, elə belə deyirəm də bu. Məsələn, namazdan sonra mikrofonla desinlər, İnnəllaha və mələikətəhu, onu desinlər, salavatdan sonra mikrofonla desinlər, 5 dəqiqə düşünün. Bunu demirəm, desinlər. Yəni, belə bir şey mümkün olsaydı, dua oxumayın, xahiş edirəm 5 dəqiqə. Dua oxumayın, zikir deməyin, 5 dəqiqə düşünün namazdan sonra. Ziyarətə gedir cəmaat, bilirsiniz nə demək istəyir? Təsbehlər, parçalar aparırlar, ora sürtür, bura sürtür, bunu təbərrük var bu şeylər. Təbərrükün əleyhinə deyiləm, sabah desinlər. Təbərrük var, onu da eləmək olar. İnsanların əhl-i beytə dəyər verməsinin nəticəsidir. Quranda da ayəsi var, Yusufun köynəyə. Hamısı bunlar var, bunu inkar eləmək olmaz. Bu özü bir məhəbbətin, təvazukarlığın ifadəsidir. Bir adam birini sevirsə, onun qarşısında təvazukarlıq edir. Amma bunların hamısından faydalı. Hərəmə girəsən, İmam Hüseynin, İmam Rızanın hərəminə. Bir küncüdə oturasan, yarım saat, 20 dəqiqə düşünəsən, baxasan İmam Rızanın zərihinə düşünəsən. Ziyarətdə deyir, arifən bi həqqi, şərt qoyur. Kim İmam Hüseyni ziyarət eləsə, arifən bi həqqi, yəni haqqını tanımaqla, təfəkkürlə. Bu şərti qoyur. Amma hamı deyir ki, əlimi vurdum, həccə gedirsən, ondan soruşur. Filan yerə əlimi vura bildin, filan yeri öpə bildin, qan tər içində, cəmaat ora qaçır, bura qaçır, ora əl vurur, bura əl vurur. Amma bir adam yoxdur ki, otursun hərəmin bir küncündə, baxsın Kəbəyə, fikirləşsin. O qədər düşünməli məsələlər var. O qədər fikirləşmək üçün mövzular var. Özü barədə düşünsün. Özü barədə. Kəbənin kənarında otursun, Peyğəmbərin zərihinin qabağında otursun, öz haqqında düşünsün ki, mən kiməm, nə vəziyyətdəyəm. Mən nə vaxt qəzəblənirəm, mən nə vaxt şad oluram, mən harada yoruluram, mən kiminlə oturub dururam, niyə mən filan kəslə mənə maraqlıdır, niyə filan kəslə maraqsızdır, niyə məni tərifləyən adamların içində oturmaq mənə xoşdur, niyə məni tənqid edən insanlardan mən qaçıram. Bunun hamısını insan otursun, özü üçün təhlil eləsin. Niyə mənim üçün ən yaxın dostlar, yaxşı dostlar mənə yaltaqlıq eləyən dostlardır? Niyə görə belədir? Niyə görə bir dost məni sevdiyindən mənə eybimi hədiyyə eləyirsə, mən ondan qaçıram, mən ondan uzaqlaşıram. Niyə insan bu niyələri özündən soruşsa, o ziyarətin faydası 50-100 dəfə daşa sürtməkdən xeyirli olar. Mən yenə də deyirəm, əli daşa sürtməyin əleyhinə deyiləm. Din də bunu qadağan eləmir. Bu bir sayğı, məhəbbət əlamətidir. İnsanların sevgisinin əlamətidir. Amma bundan ibarət deyil. Adam otursun Allah haqqında, qəbir haqqında, qiyamət haqqında, özünüzə fürsət verin, düşünmək fürsəti verin. Gərək düşünmək məharətinə sahib olaq. Özümüzü adət elətdirək düşünməyə. Heç bir amil, təfəkkür qədər insanın istəklərinə təsir qoya bilmir. İnsan təfəkkürlə məhəbbətə çatır, təfəkkürlə daxilini inkişaf elətdirir. İstəkləri idarə eləmək üçün insanın təfəkkürə ehtiyacı var. Yaxşılıqları sevmək üçün, inandığımız yaxşılıqlar, təfəkkürə ehtiyac var. İnandığımız pisliklərə nifrət eləmək üçün təfəkkürə ehtiyac var. Qəbul etdiyimiz şeyləri. Oturub insan bir pisliyi haqqında düşünsə, inanın ki, bəzi məsələlər var ki, mübarizəsiz onu tərk eləyər. Bəziləri qalar ki, onunla mübarizə aparmalıdır. İmanı inkişaf elətdirmək üçün qapı təfəkkürdür. Elm yox. Çox şeyləri biz bilirik. Çox şeyləri bilirik, əməl eləyə bilmirik. Çünki düşünmürük. Mən hədislər oxumaq istəyirəm. Bugün bir neçə dənə təfəkkür haqqında. İmam Sadiqdən nəql olunub. Bunları oxuyuram ki, da çox izah verməyim. Vəl fikrətu mir'ətul həsənat və kəffərətus səyyiat. Buyurur, təfəkkür yaxşılıqları üzə çıxaran və pisliklərin kəffarəsidir. Yəni, bəzən biz pisliklər haqqında düşünürük, düşünməklə onu tərk edirik, kökünü qəlbimizdən çıxardırıq. Düşünməklə həll edirik. Hərdən lazımdır insan diyansın, bu hər yerdə keçərli deyil, bəzi yerdə mübarizə lazımdır. Amma bəzi pis əməllər var. İnsan inanın diyansa özünə üçün bir dəqiqə diyan, niyə bunu eləyirsən? İnanın, vallah, billah, bir çox günahlar var ki, o sualı verib düşünməklə tərk eləyə bilərik. Hər şeyə mübarizə adı qoymayaq. Bir sırası qalar ki, mübarizə aparmaq. Əvvəl bu şeylər ki, düşüncə ilə həll olunacaq, onları həll eləsin insan.
Və dalıca buyurur və ziyaul qulub, qəlblərin ziyasıdır. Ona görə ziyalı deyirlər. Ziyalı bilən adama demirlər. Adam var, elmlər doktorudur, amma ziyalı deyil. Adam var, elmi azdır, amma ziyalıdır. Ziyalı bilənə yox, düşünənə deyirlər, təhlil edənə deyirlər. Ziyalı o adamdır. İnsan var ki, kompüter kimi başını məlumatlarla doldurub. Din aliminə də aiddir bu, dünyavi elmlərdə fərqi yoxdur. Məlumat toplusu ziyalı deyil. Ziyalı oxuduğundan nəticə çıxaran, düşürüb, təfəkkür eləyib, müəyyən bir elmini təfəkkürlə artıran adam ziyalıdır. Elmini təfəkkürdən artıran insan ziyalıdır. Və fushatul xulq. Təfəkkür əxlaqın gözəlləşməsidir. Ərəbcə deməyin, vaxt uzalmayayım. Təfəkkürün nəticəsi İmam Sadiqin hədisidir. Ahirətin abad olmasıdır. Təfəkkür vasitəsilə hər bir şeyin aqibətindən xəbərdar olursan. Axır aqibəti aparır, çatdırır səni. Təfəkkür 100 addım sonrada olan nəticələrə çatdırır. Təfəkkür səbəb olur insanın elmi artsın. Və hiyə xəslətun, gözəl söz budur. Və hiyə xəslətun la yu'bədullah bimisliha. Buyurur ki, təfəkkür elə bir xislətdir ki, Allaha ondan daha üstün heç nə ilə ibadət olunmaz. Təfəkkürdən daha üstün heç bir şeylə Allaha ibadət olunmaz. Yəni təfəkkür qədər heç nə ilə Allaha ibadət olunmaz. Yəni bütün ibadətlərin içində ən təsirlisi Allaha tez yaxınlaşdıran təfəkkürdür. Peyğəmbər buyurur, fikrətü saatin xeyrun min ibadətis sənə. Buyurur ki, bir saat oturub düşünmək, bir il ibadətdən üstündür. Bir il bir sans ibadətdən, dayanmadan ibadət eləmək. Gündüzlər oruz, gecələr səhərə qədər namaz, zikir, dua, bir il. Heç kəs belə yaşamayıb, yaşamaq mümkünsüzdür. Buyurur, bir saat oturub bir küncdə düşünmək, bir ili ibadətdə keçirməkdən üstündür. Biz bu qədər önəm veririk düşüncəyə. Müsəlmanlar düşüncəyə bu qədər önəm versəydi, bugün də olardı, bu vəziyyətdə olardı. Adam qorxur müsəlmanın vəziyyətindən, qorxur. Hərdən deyirəm, dünyanı qınamayın. Düzdür, məsələn, o gün bir verilişə baxırdım, məsələn, axtarış versən internetdən müsəlman, qəribə bir şeydir. Ya müsəlman, ya şiə, baxırsan, deyir, veriliş idi, elə yerli kanallar, internet kanallarının birində. Əyani də göstərirdi. Ancaq çıxan şəkillər qorxunc sifətli adamlardır. Bu elə belə deyil. Böyle belə deyil. Başını yaran, qan içində olan adamlar, müsəlmanların şəkilləri ancaq etiraz aksiyalarında olan, məsələn, biri nəsə qışqırır, başına qara bağlayıb, əlində taxta ilə kimisə vurur. Bu seçmə belə şəkillərdir. Təbii ki, biz o qədər avam deyilik deyə bu təsadüfən belə olub. Bunu lazım olan bəzi, kimə ki lazımdır, onlar bunu eləyib. Amma bunda bizim günahımız yoxdur. Yaxşı, düşməndir, düşmənçiliyin eləməlidir. Elə düşmən ona görə düşməndir ki, belə eləyir. Bəs bizim günahımız yoxdur, bizim çox günahımız var. Biz düşüncədən, təfəkkürdən məhrum olan bir ümmət halına gəlib çatmışıq. Bizim dinimiz bu qədər. Buyurur ki, bir illik ibadətdən üstün oturub bir saat düşünməkdir. Amma düşünən müsəlman. Müsəlman gedir məsciddə namazın qılır, qasır gedir işinin dalıca. Düşüncəyə fürsət vermir özünə. Gərək Allah qismət eləsin, nəsib eləsin bizə. Əleyhissalam buyurur, la xeyrə fi ibadətin leysə fiha təfəkkuh və la xeyrə fi ilmin leysə fihi təfəkkur və la xeyrə fi qiraətin leysə fiha tədəbbur. Üç söz deyir, üçü də təfəkkürə aiddir. Buyurur ki, bir ibadət ki, onda təfəkkür yoxdur, o ibadətdə xeyir yoxdur. Təfəkkuh yoxdur. Təfəkkuh yəni dərinlik, düşüncə dərinliyi. Bir elm ki, onda təfəkkür yoxdur, onda xeyir yoxdur.